Hörmətli tamaşaçılar, bu günlərdə Ağcabədi şəhərində bir sıra şəhərdaxili küçələrə asfalt çəkilişi ilə bağlı işlərə start verilib. İş prosesi ilə yaxından tanış olan Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ərazilərdə olub. İş prosesini yaxından izləyib. Dövlət büdcəsi hesabına Avtoyol Təmir Tikinti şirkəti tərəfindən görülən işlər rayonun Həmidə Məmmədquluzadə Dalan 1 Dalan 2-də, Cəfər Cabbarlı, Xəlfərəddin Dalan 1 Dalan 2-də, Rasim Tağıyev, Tofiq İsmailov, Yaqub Məmmədov küçələrində, o cümlədən Üzeyir Hacıbəyli prospektində həyata keçirilir. Belə ki, küçələrdə yollar texnika vasitəsilə qaşınıb hamarlanır, əmələ gəlmiş çökəklər doldurulur. Bir sözlə adları çəkilən prospekt və küçələr asfaltlanma işlərinə hazırlanır. Bir şey olacak koda verilen yol çiğini koyulacak səhərlər. Yol çiğinə yer açıyor. Əsas o. Qeyd edək ki, hazırlıq prosesləri bitən kimi asfaltlanma işlərinə başlanılacaq. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.